Dostlar, bizdə elektron velosipedlərimiz var ki, maşın kimidir. İnan ki, 011 Jiguli almaqdansa bunu almaq məsləhətdir. Çox gözəldir. Velosiped bildiyiniz kimi gigant. Velosiped təzə kimidir, sıfır kimidir. Elektrondur. Ayağı bu pedala göstərərkən velosiped hərəkətə keçir. Qabağında işığı, baxın. Bu belə bir şeydir. Pedala ayağı göstərərkən velosiped hərəkətə keçir. Dediyim kimi bundan şəhərlər arası nəqliyyat vasitəsi kimi istifadə eləmək olar. Yəni yorulmarsan. Avtomobildə kuryerlərin işinə yarayar bu velosipedlər. Bu velosipedlərin 1000 manat, 1600 manat civarında bizdə çoxdur. Seçim eləmək olar. Orijinal mallardır. Velosipedin funksiyalarını da izah edəcəm. Zəhmət olmasa yaxın gəl. Amortizator və hava ilə. Bax buradan altı çək zəhmət olmasa. Sidenyanın içində kamera var. Buradan doldurursunuz kamerayı. Sidenya çox miyakkıdır. İçində hava iləndir. Açar. Bildiyiniz velosipedi bağlayıb getməyi açar. Açar. Bağladın, getdin marketə. Belə. Sonra ruli dərəcə ilə istədiyin funksiyada qoya bilirsən, istədiyin dərəcədə qoya bilirsən rolu. Belə. Pirborunu çəkək zəhmət olmasa. Yaxından götürək pirboru. Pirboru, işıqları filanı. Orijinal zvanok. 700 koruz. Tormuz sistemi tapanca kimi. Sanki silah materialından hazırlanıb bax. Çox keyfiyyətli bir şeydir. Sonra motorunu çəkək. Elektron motor, keyfiyyətli motor. Orijinal tormuz sistemi, dinamo farəsi, vilkada amortizator, burada amortizator. Bildiyiniz velosipedin bu da xurcun tipli sumkası var üstündə, orijinal sumkadır. Bunun arxa farəsi də var, arxa stopu da var, orijinal. Belə. Sumkanın içindən nə istəsəz yığa bilərsiniz, hal-hazırda içərisində adaptörü falanı var. Çox keyfiyyətli maldır, çox gözəl maldır. Oxşar mallar, məsəl üçün, ən gözəllərindən biri budur. Bir neçə dənə var belə gözəlləri, belə keyfiyyətləri. Amma dediyim kimi 1000 manata kimi də var. Bir-birindən gözəl elektron velosipedlər bizdədir. Şamaxıya da getmək olar bu velosipedlərlə.